Maşın bazarına getmişdim və bazar konkret ölüb. Yəni ağlayanı yoxdur. Səbəb də ki, Çin maşınlarıdır. Məni hər videomda qınayanlar var idi ya. Onların yarım faizi artıq Çin maşını sürür. Elə bilirsiniz ki, mən reklama pul alıb tərif edirdim elə bu maşınları sıra-sıra hamısını. İndi bəziləri olurdu, sizə göstərirdim ki, belə maşınlar var. Ay kişi, fərz edin ki, məni heç tanımırsınız. Mən avtobloger deyiləm. Azərbaycanda yaşamıram. Güya mən olmasaydım, Çin maşınları Azərbaycana soxulmayacaqdı. Tanınmış böyük markanın sizə satdığı 150 minlik eyni komplektasiyalı maşını Çin sizə 40 min manata verirsə, yəni almazsınız. Dünən almırdınızsa, bugün hər biriniz alırsınız. Bu yetim Çinli imkan yaradıb ki, kasıb da, imkanı aşağı olan da gedib özünə maşın alsın da. 23 min manata yeni salafan maşını sizə kim verəcək? Başqa, yəni tanınmış firmalardan. Nə pislik eləyiblər sizə? Mənə ad qoyublar. Çin maşınlarını tərifləyən oğlan. Qardaş, nə pislik eləmişəm ki sizə? 30 ilin köhnə Mercedesini yeni sıfır maşınla. Deyirəm, müqayisə etməyin. Onların istismar müddəti bitib. Deyirsiniz, yo, Mercedesin qapısı da ola bilməz BYD və yaxud da nə bilim Çangan və yaxud da başqası. Nə qədər sürəcəksiniz onları? Mən sizin yaxşılığınıza, komfortunuza görə deyirəm. Axırda da pis oluram. Yəni, məni pis çıxardırsınız. Bax, o gün hamınızın bəyəndiyi, yəni belə bəhbəhlə də, indi mən də bəyənirəm təbii ki, böyük markadır, modeldir, Santa Fe qoymuşdum satışa. 2023 model, super bir şeydir. Cəmi 45 min adam baxıb həmin o videoya. 63 min manata idi. Marağınız ölüb o maşınlara. Çünki fikirləşirsiniz ki, əşi yox, bahadır. Ona o qədər pul verməkdənsə gedib Unize zad alaram. Nə bilim, 39-40 minə. Məsələn də, özünüz də tutmuşsa temanı. Amma məni qınayırsınız. Mən imkanı aşağı olanlara səslənirəm həmişə. Varlı adamlar belə Kitay maşınlarına keçir. Amma hansı ki onlar nə istəsə ala bilərlər. Onlar belə. Çin maşın bazarını bilirsiniz nə ilə vurub? Sadəcə qiyməti ilə. Vəssalam. Və sizi yalnız bununla şirinlikləndiriblər. Bazarı mənimsəyiblər, bax bu cür. Və bu adamlara indi heç kim bata bilmir.